Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. İmam el-Nəbəvinin Riyadus Salihin kitabından səbr ilə əlaqəli hədisləri keçməyə davam edirik. Və bugün səbr bölümü artıq başa çatacaq inşallah Allahın izni ilə və səbirlə əlaqəli son hədisləri götürəcəyik. İnşallah gələn dərsdən əs-sıdq, yəni doğruluq, düzgünlük babını götürəcəyik Allahın izni ilə. Birinci hədisimiz Əbu Hureyrədən rəvayət olunur. Qalə Rasulullah sallallahu aleyhi və səlləm Mə yəzəlul bələu bil mu'mini vel mu'minəti fi nəfsihi və vələdihi və məlihi həttə yəlqəlləhə təalə və mə aleyhi xatiə. Hədisi Tirmizi rəvayət edib. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem demiştir, mömin kişi və mömin qadın günahsız halda Allahın huzuruna çıxana dək canından, övladından və malından bəla əskik olmaz. Ümumiyyətlə bu hədis əvvəl bu mənada hədislər biz götürmüşdük və biz bilirik ki, ümumiyyətlə hər bir insan mütləq imtihana çəkilməlidir. Yəni imtihan qaçılmazdır, mütləq olur, o baş verməlidir və kimisi malıyla, kimisi canıyla, kimisi övladıyla və ona görə də bunların da hikməti nədir? Kəffarədir. Yəni əgər insan nə zaman kəffarə olur? Əgər insan demək bu başına gələn müsibətlərdə, bəlalarda səbir edərsə, Allahdan savabını umarsa və asi olmazsa, yəni qədərə qarşı çıxmazsa. Və bu hədisi mənasında ayə Allah Teala Bəqərə surəsində buyurur ki: وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ. Biz sizi biraz qorxu, biraz aclıq, həmçinin malda, canda və əs-səmərat, yəni demək meyvələrdə, barda, yəni əldə etdiyiniz demək nemətlərdə, nemətlərin naqisliyi ilə, yəni imtihan edəcəyik və səbr edənlərə müjdə ver. Və ona görə də insan demək bir müsibət baş verərsə, əgər səbr edərsə, o halda bu onun üçün kəffarə olur. Hətta necə ki başqa bir hədisdə biz keçmişdik, barmağına batan tikan belə onun üçün kəffarədir. Və insan Allah Teala əgər səbr edərsə insan müsibətlərə, Allah Teala ona müsibət və imtihan göndərməkdə davam edər və ta ki Allahın qarşısına günahsız çıxana qədər. Və bu birinci hədisimiz, bu mənada biz hədisləri keçmişdik. Növbəti hədisimiz Abdullah ibn Abbasdan rəvayət olunur. Hədis uzun olduğu üçün, yəni birbaşa tərcüməsini oxuyacağım. Abdullah ibn Abbas deyir ki, Uyeynə ibn Hisn Mədinəyə gəldi və qardaşı oğlu Hur ibn Qeysin evində qonaq oldu. Yəni Uyeynə ibn Hisn bu qəbilə başçısıdır, qəbilənin başçılarındandır və onun Mədinədə qardaşı oğlu yaşayırdı, Hur ibn Qeys və bu da qarilərdən idi, yəni savadlı, həmçinin Quranı bilən demək sahabələrdən biri idi. Hur ibn Qeys Ömərin yaxın adamlarından idi, yəni məşvərət əhlindən idi. Yəni Ömər ibn Xattab ikinci xəlifə, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ikinci xəlifəsi. Bu bildiyimiz kimi öz ədaləti ilə tanınmış bir sahabə idi.
Və ümumiyyətlə o həmişə öz ətrafında savadlı insanları, yəni elmli insanları məşvərət almaq üçün həmişə öz ətrafında toplayardı. Və sonra buyurur ki, yaşlı və ya cavan olmasından asılı olmayaraq qarilər Ömərin məclis və məşvərət əhlindən idilər. Yəni, istər yaşlı olsun, istər cavan, əgər savadlı idisə, qari, yəni kimlərə deyirdilər, Quranı əzbər bilən və həmçində elmli olan. Ömər ibn Xattab bu cür insanları həmişə öz ətrafında toplayar, onlarla məşvərət edərdi və Uyeynə ibn Həsn da onlardan biri idi. Və Uyeynə qardaşı, üzr istəyirəm, Hur ibn Qeys belə adamlardan biri idi, yəni qarilərdən biri idi. Hur ibn Qeys. Və Uyeynə gəlir Mədinəyə qardaşı oğlunun yanına və qardaşı oğluna deyir, ey qardaş oğlu, sənin bu əmirin yanında hörmətin var, onun hüzuruna çıxmağım üçün izin istə. Yəni, sözsüz ki, əmirin yanına heç kim icazəsiz girməzdi və Uyeynə də Hur ibn Qeysə deyir ki, sən Ömər ibn Xattabın məclisində olan adamlardansan və ondan xahiş elə ki, mən öz yanına buraxsın. Hur izin istədi, Ömər də izin verdi. Adam Ömərin hüzuruna daxil olduqda dedi, ay hay ey Xattabın oğlu. Yəni, başqa bir mənası, yəni burada bir kəlmə işlədi, hi, alimlər deyir ki, bu təhdid bildirir və yaxud, yəni, bu nə müsibətdir, bu nə bəladır, yəni bu mənada. Vallahi sən bizə bol-bol vermirsən, yəni bol-bol nemət vermirsən, yəni bu demək qənimətdən və s. Və barəmizdə ədalətli hökm çıxarmırsan. Yəni fikir verin, bu adamın Ömər ibn Xattaba dediyi sözə baxın. Və Ömər qəzəbləndi. Hətta onu cəzalandırmaq istədi. Yəni Hur da bunun yanında idi. Onda Hur Ömərə belə dedi. Ey möminlərin əmiri, uca Allah Peyğəmbərinə belə buyurmuşdur Quranda. Sən bağışlanma yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. Və bu ayəni, yəni bu ayə Əraf surəsi 199-cu ayədir. Bu ayəni oxudu Ömər ibn Xattaba. Bu adam həqiqətən cahildir. Yəni Hur ibn Qeys deyir ki, bu adam həqiqətən cahildir. Və sonra İbn Abbas deyir ki, vallahi Hur bu ayəni oxuduqda Ömər ayəyə qarşı getmədi. Yəni ayəni oxuduqda Ömər dərhal tabe oldu. Çünki o, uca Allahın kitabına son dərəcə sayğı göstərər və ayəni əməl edənlərdən idi. Yəni Ömər ibn Xattab onun yanında hansısa bir ayə oxuyurdularsa, o həmin ayəni əməl edərdi. Yəni bu hədis, demək, İmam Nəvəvi nə üçün gətirib? Bu hədisdə cahil insanların etdikləri davranışlara qarşı səbr etməyə təşviq edir bu hədis. Yəni sözsüz ki, insanlar eyni əxlaqda deyirlər. İnsanların əxlaqları müxtəlifdir və həmçində insanlarla münasibətləri də müxtəlifdir. Və ona görə insan gərək hamıdan, hər bir insandan, bütün insanlardan eyni münasibəti gözləməsin. Elə insan var, sənə gözəl münasibət bağışlayar, sənə hörmətlə yanaşar və yaxud sənə, belə deyək, əxlaqla sənlə davranar. Amma elə insanlar var ki, onların əxlaqında naqisliklər var. Və insan sənə pis davrana bilər, sənə qarşı kobudluq edə bilər. Və məhz bu hədis, demək, o növ, yəni bu halda səbr etməyə təşviq edir. Və ona görə də insanlar nə etmək lazımdır? Gözəl rəftar etmək. Yəni, insanların pis rəftarına qarşı gözəl rəftar etmək lazımdır. Hətta qohumlar olsa belə. Hətta qohumlar belə insan gərək qohumlardan
həmişə gözəl rəftar gözləməsin. Yərhamukallah. Və əgər belə bir rəftar görərsə, yəni insanlardan, yəni pis bir rəftar, pis bir davranış, pis bir əxlaq görərsə, o zaman nə etməlidir? Səbr etməli və bu ayəyə əməl etməli. Sən bağışlanma yolunu tut. Yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. Və bu ayədə, ümumiyyətlə bu ayə barədə, yəni Əraf surəsi 199-cu ayə barədə alimlər deyirlər ki, bu ayə özündə gözəl əxlaqın əsaslarını cəm edir. Yəni gözəl əxlaqa sahib olmaq üçün əsas 3 əsas var. Onlardan biri bağışlanma yolunu tutmaq, yəni insanları bağışlamaq. Yəni hər bir şeydə öz haqqını tam olaraq alacağını düşünmə. Sözsüz ki, müəyyən məsələlərdə sənin haqqını verməyə də bilərlər, sənin haqqına da girə bilərlər. Belə olan halda sən bağışlanma yolunu tut. Yaxşı iş görməyi əmr et, yəni insanlara demək, yaxşılığı əmr et və cahillərdən üz döndər. Yəni sənə qarşı haqsızlıq edənlərdən də, yəni cahillərdən üz döndər. Necə ki, başqa bir ayədə Allah buyurur ki, وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا. Cahillər onlara demək, müraciət etdikdə və s. cahillər, onlar nə edirlər? Salam deyərlər. Və necə ki, Uca Allah buyurur başqa bir ayədə لَا تَسْتَوِ الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ. Yəni, yaxşılıqla pislik sözsüz ki, bir ola bilməz, eyni deyil. İdfə billəti huvə əhsən, hiyyə əhsən. İdfə billəti hiyyə əhsən. Yəni, sən pisliyi yaxşılıqla qaytar, dəf et, cavab ver. فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ. Yəni, belə etsən, o zaman səninlə arasında düşmənçilik, ədavət olan bir insanı sanki yaxın bir dost görərsən. Sonra Allah Teala nə buyurur? وَمَا يُلَقَّاهَ إِلَّا الَّذ۪ينَ صَبَرُوا. Yəni, bunu yalnız səbr edənlər bacarar. وَمَا يُلَقَّاهَ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Və bunu həmçinin böyük pay, əzəmətli bir pay sahibləri, yəni bunu edə bilərlər. Və sonuncu hədisimiz, yəni səbirlə əlaqəli sonuncu hədisimiz demək, Abu İbrahim Abdullah ibn Əbi Əvfədən rəvayət olunur, radiyallahu anhu. Deyir ki, ənnə Rasulullah sallallahu aleyhi və səlləm fi ba'di əyyəmihilləti ləqiyə fiyhəl-əduvvə intəzara həttə izə mələti-şəmsu qamə fihim. Deyir, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm düşmənlə qarşılaşdığı günlərin birində gün batmağa meyil edənədək gözlədi. Yəni, əsrdən sonra. Yəni, istidə vuruşmadı. Yəni, gözlədi ki, hava neynəsin, biraz demək, sərinləsin. Sonra cəmaatın arasında ayağa qalxdı. Yəni, xütbə verdi. Ümumiyyətlə, Peyğəmbərimiz sallallahu aleyhi ve selləm sahabələrin arasında tez-tez xütbə verərdi. Yəni, buna ehtiyac varsa. Və bu da göstərir ki, moizə, nəsiyyət, yəni bu çox böyük bir faydası var. Və sonra dedi ki, Yə əyyuhən-nəsu, lə tətəmənnəv liqa'əl-əduvvi. Ey insanlar, düşmənlə qarşı-qarşıya gəlməyi arzulamayın. Vəsəlullahəl-afiyyə. Allahdan afiyət, salamatlıq diləyin. فَإِذَا لَقِيتُمُوهُمْ فَاصْبِرُوا. Düşmənlə qarşı-qarşıya gəldikdə isə səbir edin. وَاعْلَمُوا أَنَّ الْجَنَّةَ تَحْتَ ظِلَالِ السُّيُوفِ. Və bilin ki, cənnət qılıncların kölgələri altındadır. Və sonra dua etdi. ثُمَّ قَالَ النَّبِيُّ sallallahu aleyhi ve sellem اللّٰهُمَّ مُنْزِلَ الْكِتَابِ مُجْرِيَ السَّحَابِ Həzimel əhzəb ehzimhum vansurna aleyhim.
Allahım kitabı nazil edən, buludları hərəkətə gətirən, müttəfiqlərin toplumunu darmadağın edən, Allahım onları darmadağın et və onlara qələbə çalmaqda bizə kömək et. Və bu İmam Nəvəvinin, yəni səbir bölməsində qeyd etdiyi son hədisdir. Və burada da bizim baba aid olan hissi hansıdır? Deyir, əgər düşmənlə qarşı-qarşıya gəldikdə səbr edin. Yəni, düşmənlə qarşı-qarşıya gəldikdə səbr etmək. Ümumiyyətlə, düşmənlə qarşı-qarşıya gəldikdə səbir etmək vacibdir. Və əksinə üz döndərib qaçmaq ən böyük günahlardan biri sayılır. Və həmçinin Peyğəmbərimiz sallallahu bu hədisdə olan faydalardan budur ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, düşmənlə qarşılaşmağa arzulamayın. Yəni fikir verin, bu səhabələr evlərindən çıxıblar və artıq düşmənlə qarşılaşmağa gəliblər. Və bununla belə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onlara nə deyir? Deyir, düşmənlə qarşılaşmağı arzulamayın. Yəni əgər onlara Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu deyirsə, o zaman onlardan başqalarına bu ilk növbədə yəni aiddir bu hədis. Nə deməkdir bu düşmənlə qarşılaşmağa arzulamamaq? Yəni düşmənlə ümumiyyətlə qarşılaşmaq ümumiyyətlə bu imtahandır. İnsan burada səbir edə də bilər, etməyə də bilər və bu bir növ özünü, yəni düşmənlə qarşılaşmağı arzulamaq, yəni Allahım məni düşmənlə qarşılaşdır dua etmək, yəni bu qadağandır. Niyə görə? Çünki sən özün özünü demək bəla arzulayırsan, bəla arzu etmiş olursan. Əgər Allah nəsib eləsə, yəni sənə düşmənlə qarşılaşmağı, döyüşməyi gedib qarşılaşsan, bu zaman səbr et. Amma afiyət içində olanda, sağ-salamatlıq içindəsən, o zaman belə bir dua eləmə. Çünki bu sən özün özünə bəla arzu etmiş olursan. Və bu bəlada səbr edəcəksən və etməyəcəksən, sən bilmirsən bunu. Çünki düşmənlə qarşılaşmaq həqiqətən çox böyük bir imtihandır. Elə sahabələr olub ki, yaralanıb, dözə bilməyib, özü-özünü öldürüb. Həmçinin əsir düşmək var, yaralanmaq var, hansısa bir əzanı itirə bilərsən və s. Yəni, bu düşmənlə qarşılaşmaq çətin bir məqamdır, imtihandır. Və ona görə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qadağan edir. Deyir ki, arzu etməyin, yəni dua etməyin. Allahdan afiyət istəyin. Əksinə Allaha dua et ki, Allahım mənə bu dünyada və axirətdə afiyət ver. وَإِذَا لَقِيتُمُوهُمْ فَاصْبِرُوا Və əgər Allah sizə yazıbsa döyüşmək, o zaman səbr etməlisən. Və belə bir məqamda əksinə qaçmaq böyük günahlardan sayılır. Və necə ki Allah Teala Quran-ı Kərimdə bir ayədə buyurur ki: "Ya eyyuhellezine amenu iza laqitumul-lezine keferu zahfan fala tuwalluhumul adbar." Ey iman gətirənlər, kafirlərlə yəni döyüş meydanında qarşılaşdıqda onlara arxa çevirib qaçmayın. Və həmçində başqa bir ayədə Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu iza laqitum fi'atan fasbutu." Yəni bir dəstə ilə, ya düşmən dəstələri qarşılaşdıqda ey iman gətirənlər sabit olun. "Vazkurullaha kəsiran la'allakum tuflihun." Və Allahı çox zikr edin ki, ümid olunur ki, siz nicat tapasınız. Və həmçinin bu hədisdə faydalardan biri düşmənin əleyhinə, yəni düşmənə qarşı dua etmək, düşmənin əleyhinə dua etmək. Və o dualardan biri də Allahumma munziləl kitab və mucriyəs səhəb və həziməl əhzəb ihzimhum vansurna aleyhim. Yəni bu duadır. Ey kitabı nazil edən, buludları hərəkətə gətirən, müttəfiqlərin toplumunu darmadağın edən Allahım, onlara darmadağın et və onlara qələbə çalmaqda bizə yardım et. Və bu, ümumiyyətlə, dua sözsüz ki, müminin ən böyük silahıdır. Və bu qədər, qardaşlar, yəni səbir barədə və bununla İmam Nəvəvi yəni, səbir bölümünü, yəni son hədisini bunu qeyd edib
Və Allahdan istəyirəm ki, Allah bizi eşidib faydalardan etsin. Allah Teala bizi sabit etsin. Allah Teala bizə bu dünyada və axirətdə afiyət versin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.